Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəli qəsəbəsindəyik. Azadlıq metrosundan gələn 203 nömrəli marşrutun son dayanacağında, əziz dostlar, qarşıda görürsünüz, 2 sotun içində inşa olunmuş, evdə yaşayış olan, 4 otaqlı, 120 kvadrat yaşayış sahəsi olan bir evimizi inşallah sizə təqdim edirik. Deməli, həyətyanı sahəmizə rahat şəkildə 2 maşın daxil ola bilər, əziz dostlar. Evimizdə yaşayış var, ev təmirlidir, evin təmirə ehtiyacı yoxdur. Yazılan 1, 2, 3, 4, 5, 6, 7, 1 metr 40 santı. Kürsümüz var. Əziz dostlar, evimiz 4 otaqdan ibarətdir. 3 yataq otağı, 1 qonaq otağı, mətbəx və hamam sanitar qoşularından ibarətdir. Tam evin yaşayış sahəsi 120 kvadrat metr. Tutal qardaşım, bu tərəfdən başla mətbəxdən gəl. Şəbəkə pəncərələri də var qəşəng. Dostlar, gördüyünüz kimi bura evimizin mətbəx hissəsidir. Pəncərəmiz şəbəkə pəncərədir, yəni genişdir. Hamam sanuzeli göstərim bir sizə. Bura isə evin sanuzel hissəsidir. Gördüyünüz kimi səliqəlidir. Burada bir yataq otağıdır, əziz dostlar. Burada isə ikinci bir yataq otağıdır. Burada isə üçüncü bir yataq otağıdır. Geniş və səliqəlidir, əziz dostlar, gördüyünüz kimi. Demək, əziz dostlar, Qonaq otağıdır. hal-hazırda qonaq otağına yaxın gəl zəhmət olmasın. Baxın, əziz dostlar, bu notariat qaydada verilmiş etibarnamədir. Bələdiyyə qərarı dedikdə nə nəzərdə tutulur? Bu, bələdiyyənin 2003-cü il tarixli fərdi yaşayış evinin tikintisi üçün ayrılmış qərardır. Barmağımın altında 2003 orijinal sənəddir. Bu, bələdiyyə orqanı ilə vətəndaş arasında aparılan alqı-satqı aktının göstəricisidir, əziz dostlar. Aktı, yəni akt tərtib olunub. Bu, həmin torpağa aid arxiv arayışıdır, yəni milli arxivdə qorunur. Torpağın kökü sağlamdır. Bu da həmin torpağın cizgisidir, əziz dostlar. Və bu da. Bələdiyyə ilə alqı-satqı olunan zaman torpağa ödənilən məbləğin çekidir, əziz dostlar. Çekidir. Yəni tam sağlam bələdiyyə qərarıdır. 2 sotun içindədir. 2 sotun içində. Ev özü isə 120 kvadrat və 80 kvadrat təyyid qaldadır. Qiymət də münasibdir. 4 otaq, sağlam bir evdir, qoşadaş, kürsülü, quru bir ərazi. Xüsusən bunu qeyd etmək lazımdır, əziz dostlar. 203 nömrəli marşrutun, Azadlıq metrosundan gələn marşrutun son dayanacağıdır bura. Evin yaxınlığına kimi, təxminən 50-60 metrə kimi asfaltdır. Deməli, qiymət təyin olunub 98.000 manat. Təcili satılır evimiz. İnşallah ki, yalnız müştərə yenə yüngül endirib olunacaq. Allah xeyir versin, alana satana vəziyyət keçən bizlərə də. Amin inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik sayfamızı bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda mülakiniz varsa bizimlə əlaqə saxlayın. Gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.